Nöqtədən düz xəttə çəkilən iki maildən biri bu düz xəttlə 63 dərəcəli bucaq əmələ gətirir. Maillərin uzunluqları bərabər olarsa, onlar arasındakı bucağı tapın. Hər hansı bir düz xətt və onun üzərində olmayan bir nöqtədən uzunluqları bərabər olan iki mail çəksək, maillərin düz xəttlə əmələ gətirdiyi bucaqlar da bərabər olacaq. Deməli, maildən biri düz xəttlə 63 dərəcəli bucaq əmələ gətirir, digəri də həmçinin, çünki bərabər yanlı üç bucaq əmələ gəlir və oturacağı bitişik bucaqlar 63-dürsə, ümumilikdə üç bucağın bütün bucaqların cəmi, burada bir alfa deyək, çıxılsın. Deməli, 2 vurulsun 63 yazaq. 2 vur 63 dərəcə bizə verməlidir bu alfa bucağını. Çünki daxili bucaqların cəmi 180-dir. 180 çıxılsın 126 dərəcə. Alınar cavabda 54 dərəcə. Deməli, maillər arasındakı bucaq 54 dərəcədir.